sabit xərcləri bilmirsən. Dəyişən xərcləri anlayışın yox. Gələcək xərclər haqqında anlayışın yox. Evlənirsiniz. Siz gələcəkdə uşaq olduqdan sonra o uşağın gələcək ehtiyaclarını qarşılaya biləcək misiniz? Yəni suallar dediyim kimi çoxdur. Mən istənilən suallara cavab verməyə hazıram. Müasir gənclərin ailə anlayışı ilə yaşlı nəslin ailə anlayışı arasında ən böyük fərq nədədir sizcə? Biz o dönəmin şərtlərində sosial şəbəkə yox idi. Evdə kimsə baxıb, xanımlar, kimsənin həyat rifahı haqqında və ya Maldiv adalarında balıq sahildə yeməyi görmürdü və ya kiminsə toyu haqqında o qədər ciddi məlumata sahib deyildi. Bugün ən belə maddi cəhətdən zəif olan şəxslər sosial şəbəkələrdən bunları görüb istəklərini bildirirlər, bağırırlar bizə də ver. Və bu yolu əldə etmək üçün nə edək deyə axtarışa girirlər. Və bunların axtarışına sosial şəbəkələr gəlir, orada biri çıxır ki, bunu əldə etmək üçün belə keçdi yollar, axmaq yollar göstərilir və gənclər düşünür ki, bəli, bu yolla mən geçsəm, bu zənginliyi əldə edə bilərəm. Keşke burada olsaydı Avara filmini göstərərdik. Necə ki, Bambeyə o vaxt Raj Kapoor gəlir ki, Bambeydə möcüzə şəhərə gələndə zənginlik əldə edəcəkdir. Amma baxır ki, bütün düşündükləri mifdir. Heç orada zənginlik yoxmuş. Orada yoxsulluq qoxusu gəlir.